Salam, bugün danışırıq toxumun quruluşundan. Şəkildə ikiləpəli bir bitkinin lobya toxumunun quruluşu verilmişdir. Məsələn, birinci rəqəmlə işarə olunan hissə toxum qabığıdır. Toxum qabığı toxumu xaricdən əhatə edir və onu qurumaqdan, zədələnməkdən qoruyur. Daha sonra ikinci hissə isə toxum göbəyi və yaxud da çapığı adlanır. Bu əsasən toxumun meyvə yanlığına birləşdiyi yerdir. Baxın, meyvə yanlığına birləşən hissə olur və həmçinin burada su və havanın daxil olduğu kiçik dəlik də burada yerləşir. Çapıq hissədə, yəni toxum göbəyində. Daha sonra biz baxırıq 3 rəqəmi ilə göstərilən hissə isə adlanır toxumun ləpə payı və yaxud da ləpə yarpağı hissəsi. İki ləpəli bitkilərdə 2 ədəd ləpə yarpağı olur və rüşeyin inkişafı üçün lazım olan ehtiyat qida maddələri məhz ləpə yarpağında toplanır. Rüşeyin kökçüyü 4-cü rəqəmlə göstərilən hissədir. Baxın, bura rüşeyin kökçüyüdür. Toxum cücərərkən ilk inkişaf edən hissəsidir rüşeyin kökçüyü. Buradan ilk inkişaf edir və bitkinin əsas kökünü əmələ gətirir. Daha sonra rüşeyin gövdəciyi, baxın, 5 rəqəmlə göstərilən hissədir. Bu rüşeyin gövdəciyi adlanır. Kökçük ilə tumurcuq arasında keçid yaradır və gələcək gövdənin əsasını qoyur. 6 rəqəmi ilə göstərilən isə rüşeyin tumurcuğudur. Rüşeyin tumurcuğu gövdəciyin ucunda yerləşir və bitkinin torpaq üstü zoğunu əmələ gətirir və ən sonuncu 7-ci olan isə artıq bitkinin ilkin yarpaqlarıdır. Tumurcuqdan inkişaf edir və ilk həqiqi yaşıl yarpaqlardır.